Quba rayonunda fəaliyyət göstərən SS Quba 2021 Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Ramin Babayev cərimələnib. Məlumata görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyi Quba Xaçmaz Regional Şöbəsinin rəisi Təngiz Nəzərov tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1.1-ci maddəsi ilə protokol tərtib edilərək iş məhkəməyə göndərilib. Protokola əsasən SS Quba 2021 MMC tərəfindən əmək müqaviləsində işçilərin əmək haqqının Respublika üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğunlaşdırılması barədə icrasına məcburi göstəriş verilsə də, şirkət rəhbəri bu tələbə əməl etməyib. Məhkəmədə Ramin Babayev bildirib ki, rəhbəri olduğu MMC faktiki olaraq fəaliyyət göstərmir və yalnız onun özü şirkətin təsisçisi və yeganə işçisidir. Buna görə də pozuntu barədə hər hansı bildiriş almadığını qeyd edib. Məhkəmənin qərarına əsasən Ramin Babayev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə təqsirli bilinərək 2000 manat məbləğində cərimə olunub. İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə uyğun olaraq MMC-nin törətdiyi hüquq pozmanın aradan qaldırılması üçün 1 ay müddət müəyyən edilib və əgər bu müddət ərzində pozuntular düzəldilərsə, cərimə ödənilməyəcək. Qeyd edək ki, Ramin Babayev 2011-2020-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışıb və Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsində sosial sığorta sektorunda məsləhətçi vəzifəsində işləyib. İşdən çıxarıldıqdan sonra isə dəfələrlə nazirlikdən məhkəməyə şikayət vermişdir.